Padşah doğub. Adamın qızı padşahdır. Südçünün qızı padşah doğub. Allahu akbar. Allah istədiyi yerə istədiyini qaldırar. Ömər ibn Abdülaziz rahmehullah, Allah onu rəhmət eləsin. Onun zamanında o qədər ədalətli idi şəxlər. Canavarın işi nədir? Qoyunu yemək, quzunu yemək. Ömər ibn Abdülazizin vaxtında onların adəti bu deyildi. Bu onların işi deyildi. Hətta heyvanlar bir-birinə zülm eləmirdilər. Allahu akbar. Hətta heyvanlar bir yerdə otlayırdılar. Canavar burada otlayır. Qoyunlar burada otlayır. Ceyranlar burada otlayır. Heyvanlar da bir-birinə deməli zülm eləmirdilər. Bir tayfə, bir dəstə səfir Ömər ibn Abdülazizlə görüşməyə gəlir. Rəvat edirlər. Və çoban da qoyun otarır. Birdən canavar hücum edərək qoyunlardan birini parçalayır. Canavar hücum eləyir, qoyunlardan birini parçalayır. Çoban həmən ayağa dik atılaraq deyir ki, İnnə lilləh və innə ileyhi raciun. Həqiqətən biz Allahınıq və Allaha da qayıdacaq. Bu, harada deyilməlidir? Bu müsibət baş verəndə deyilir. Çoban onlara deyir ki, qaydun geri, qaydun geri. Ömər ibn Abdülaziz artıq ölüb. Ömər ibn Abdülaziz ölüb artıq. Ömər ibn Abdülaziz ölüb. Onlar deyirlər ki, sən hardan bildin? Burada olduğun halda nə bilirsən ki, onlar ölüb? Nə bilirsən Ömər ibn Abdülaziz ölüb? Deyir ki, görmədin, deyir, canavar qoyunu parçaladı. Onlar deyir ki, canavarın adətidir ki, quzunu parçalasın. Çoban deyir ki, bu diyarlarda yox. Ömər ibn Abdülazizin məmləkətində bu adət yoxdur. Artıq Ömər ibn Abdülaziz yoxdur. Hər kəs öz işi ilə məşğul olmalıdır, olmadı. Artıq canavar qoyunu parçaladı və həmin o səfirlər, həmin cəmaat, dəstə gedirlər Ömər ibn Abdülazizin yanına, onunla görüşməyə və deyirlər ki, çoban da nə bilir ki burada? Canavar nə qarmalıdır ki, canavar qoyunu parçalamalıdır. Amma çoban bilirdi ki, bu yerlərin adəti bu deyil. Nəsə dəyişiklik olub. Gedirlər, görürlər ki, Ömər ibn Abdülaziz, Allah onu rəhmət eləsin, artıq ölüb. Artıq ölüb. Və bu da kimin uşağı idi? Südə su qatmayanın nəvəsi idi əxilər. Südə su qatmadı. Allahdan qorxdu. Və bu hadisədən bəzi faydalar var.